Lerikdə güclü qarın ağırlığına tab gətirməyən evin dam örtüyü uçub. Hadisə rayonun 1 metrdən çox qar yağan Hamarmeşə kəndində qeydə alınıb. Belə ki, intensiv qar kənd sakini Asəf Muradova məxsus fərdi yaşayış evinin dam örtüyünü sıradan çıxarıb. Xoşbəxtlikdən evdə ailə üzvlərinə xəsarət alan olmayıb. Damın uçması səbəbindən ev yaşayış üçün yararsıza düşüb, əşyalar qonşuların köməyi ilə təhlükəsiz şəkildə yaxınlıqdakı evə daşınıb. Hadisə ilə bağlı aidiyyatı qurumlara məlumat verilib, ailə müvəqqəti olaraq qohumlarının evinə yerləşdirilib. Yanvarın 23-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyə də isti, gündüz 4-8 dərəcə isti olacaq. Gecə və səhər bəzi şəhər ətrafı ərazilərdə yolların buz bağlama ehtimalı var. Azərbaycan rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti, dağlarda 7-12, yüksək dağlıq ərazilərdə 12-16 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.